dəfə Mağazin Plus verilişinin sponsoru Tural Avtoservis 023-ün rəhbəri Tural Ustanı daha yaxından tanıyacaq. 11-12 yaşımda işləməyə başlamışam və mən Göyçaylıyam əslən olaraq. Göyçay şəhərində özüm üçün işləməyə başlamışdım. Heç ümumiyyətlə avtomobil biznesinə, sahəsinə gəlməmişdən əvvəl olaraq, usta kimi fəaliyyət göstərməmişdən əvvəl bir qohum vardı. Onun yanında biz ofisiant işləməyə başlamışam bir kafedə. O da yol qırağındaydı. Gün 3 manat işləmişəm və demək olar ki, mən orada həm ofisiant işləyirdim, həm bufetdə işləyirdim, həm də oranın təmizlik işinə baxırdım. 3 işi görürdüm, gündə 3 manat pul verirlərdi mənə. O mənim üçün deyərdim ki, həyatımda ən sevincli bir məqam oldu ki, orada 11 manat pul tapmışam. Və mən o pulu götürdüm, qaça-qaça gəldim ki, müdürümüzün yanına. Mən 11 manat pul tapmışam. Bu da durdu yuxudan, başladı əlini cibinə atdı ki, pul məndən düşüb. Dedim, səndən düşməyib də, mən bu pulu tapmışam. Məlum məsələdir ki, orada işləyirəm, mən bunu necə deyim, halallıqdan irəli gəlir ki, nə görürdüm, nə tapırdım. Klient mənə özümə belə çayvay verəndə deyirdim ki, mənə pul verdilər. Belə bir şeylərin hamısını deyirdim mən. Və orada mən həmən 11 manatına dedim. Birinci tərəddüd elədi ki, o pul bizdən düşüb. Zibini axtardı, ora baxdı, kaşlokuna baxdı, gördü ki, pul onun deyil. Mən axı gün 3 manat işləyirdim. Bu mənə 1 gün işlədim, 2 gün işlədim, 3 gün işlədim, maaş vermədi. 4-cü günü işləyəndə 1 manat pul verdi. Bax, ən təsirli yeri də buradır ki, 4-cü gün işləyəndə o mənə 1 manat pul verdi, 4 günə 1 manat verdi. Dedim, niyə 1 manat verirsən? Dedi, sən mənim yanımda işləməsəydin və sən oradan 11 manat pulu da tapmazdın. O 11, bu da 1 manat, eləyir 12 manat. Mənim günüm 25 qəpiyə düşüb. Yəni, mən bir günü 25 qəpiyə işləmişəm. Gördüyü haqsızlıqlar, yaşadığı uğursuzluqlar onun əzmini qırmadı. Əksinə, daha da güclü insana çevirdi. Bir müddət keçəndən sonra 15 yaşım vardı. Mən yaxın adamlar vardı, qohum bağlılığımız var da belə deyim. Onların həyətində fəhlə işləməyə başladım. Bu mənə 25 manat verməli olurdu günə. Səhər 10 tamamda gedirdim, axşam 6-ya kimi qış ayı olduğuna görə biz də kənddə oluruq. Şəhərə gəlib getməyə, inanın ki, maşın tapmırdıq gəlib getməyə. Avtomobili də yox idi, tamam da maşın olmayıb. Mən əziyyət çəkirdim gəlib getməyə. Bu məni 6-da buraxırdı ki, müəyyən bir yerə taksi ilə gedib, oradan da yenə də evə gedim çata bilim. Çox gecə qalmayım da, yaşım da az idi. Şəhər rayonunda da qala bilmirdim, bu kənddə olurdu evimiz. Mən bir gün bu gəldi, səhər işə gəldi, gördü ki, mən bunun həyətində, obyektin həyətində ağacların dibini belləyirəm. Yəni, ağacların dibini işləyirəm. Dedi ki, necəsən? Salamlaşdıq. Dedim, çox sağ olun. Bunun xanımı da, həyat yoldaşı da yanımdaydı. Dedim, təşəkkür edirəm, sağ olun, siz necəsiz? Salamlaşdıq bir qohum olaraq. Dedi, sən yeganə fəhləsən ki, Göyçayda günü 25 manata işləyirsən. Mənə dedim ki, o nə deməkdir? Dedi, sən səhər 10-da işə gəlirsən, axşam 6-da gedirsən, sənə 25 manat pul verirəm. Mən də içimdə olaraq, insanın bir iç səsi var. Dedim ki, sevindim. Dedim, nə yaxşı ki, qohumculuğa görə, tanışlığa görə, məni çox istədiyinə görə bu mənə 25 manat işlədir. Bu mənə yaxınlaşdı, dedi ki, bəlkə sənin pulunu 10 gündən bir verin. Gün 25 manatdan sevindim ki, 250 manat eləyirdi, 10 günün axırında alacam pulu. Dedim, verərsiniz, yaxşı. Bu elə oldu ki, 10 günün axırında gəldi, mənim pulumu hesablayanda 15 manatdan verdi. Sonradan başa düşdüm ki, bu xanımı ilə bir yerdə gəlmişdi. Onun xanımı ona icazə vermədi ki, o 25 manatdan mənim pulumu versin. Amma orada da bir həyat mənə dərs verdi ki, sən kiminsə üçün, buradan da bütün gənclərə səslənirəm ki, kiminsə üçün nə qədər işləsən, sənin müdürün pul qazanmış olacaq. Sən özün öz işini qurmalısan və buradan da həqiqətən də onlara mən təşəkkürümü bildirirəm ki, nə yaxşı ki, onlar o vaxtı belə bir haqsızlıqmı deyim, belə bir şəraitmi deyim, mənim üçün elədilər, yaratdılar ki, mən gəldim öz işimi gördüm. Yoxsa mən hələ də onların qapısında fəhlə işləyirdim. Onun üçün onlara həqiqətən təşəkkür düşür də. Arada istəyirəm onları görəndə qucaqlayım belə, bağrıma basım ki, nə yaxşı ki, siz o vaxtı yəni belə bir sınaqlardan məni çıxartmısınız. İşini sevdi, peşəsi üçün çalışdı və bacardı. Evdə 3 övlad, 2 bacım, bir qardaşım, hamısı təhsil alıb. Qardaşım aşpazlığı təhsil alıb, bacılarım həkimliyi bitirib. Babam həmişə deyirdi ki, anam misalda dizinə vurub deyirdi, bala sən məni yandırırsan. Deyirdi ki, bala sən oxumadın, çox oxumadın, sən oxumadın, çox oxumadın. Hər kəs oxumağı məsləhət bilirəm. Birinci növbədə oxumaq lazımdır. Bu şərtdir. Mən də oxuya bilməmişəm deməkdir, marağım olmayıb. Dedi ki, bala sən bu 3 uşağı bir yana çıxartdım, sən qaldın belə. Elə oldu, pandemiya olmadı. Hər yer bağlanıb, heç kim işləyə bilmir. Mən də sənətkaram axı. Əllərim
Əllərim qızıldır mənim. O zəng eləyir ki, gəl maşınıma bax, bu zəng eləyir ki, gəl həyətdə maşına bax. Tələbat var, məcbursan ki, işləməyə. Bunların hamısı mənim yanımda işləyir. Yəni ya ailə üzvlərimin heç biri heç yerdə gedib işləyə bilmədi. Onlar inanırsınız ki, mən tək işləyirdim, bunlar evdə oturmuşdu. Bunların hamısı maddi və mənəvi olaraq dəstəyi mən verirdim. Deyirdim ki, mama, bəs mənə deyirdin ki, sən azından öləcəksən. Təhsil verdiyim uşaqların hamısı evdə oturublar. Bunlar necə olur ki, bunların əlində hamısının diplomu evdə oturdular. Mən oxumayan adam, bugünkü gündə nə probleminiz var, mən həll edirəm. Bəzən hallarda oxuyub diplom da bir şərt deyil. Düzdür, oxumalısan, məsləhət görürəm, tövsiyədir. Amma bacarıq, istedad o başqa bir şeydir. Onu oxumaqla almırsan. Özü öz ayağının üstündə durmağı bacaran insanları heç kim nə varlığı ilə, nə də yoxluğu ilə qorxuda bilməz. O insanlar güclü insanlar olur. Mən yıxılırsan, durursan və ən axırda elə püxtələşirsən, hazır olursan ki, sənə nə qədər əziz insan da olsa, nə qədər, necə deyim, kimliyindən asılı olmayaraq o sənə, yox, olsa da olmasa da sənə elə bir təsir etmir. Düzdür, bəzən vaxtı hisslər insanları anladır, amma mən deyərdim ki, hisslərinlə yox, ağılla hərəkət edən insanlar həmişə qalib olub. Hisslər insanı çaşdırır. Və bir də biz söz deyim, ürəyin istədiyi kimi yeyirsən, ürəyin istədiyin kimi gəzirsən. Bu həyat sənə bir dəfə verilib. İstədiyin kimi həyatını yaşa da. Mənim pis vaxtımda mənim yanımda heç kim olmayıb ki, yaxşı vaxtımda da məndən kimsə nəsə tutsun. Nəsə axtarsın ki, sən bunu artıq etdin və yaxud niyə bunu özü də reklam elədin, niyə görə bu belə oldu. Edirəm, yaxşı edirəm. Həyat mənimdir, özüm bilərəm.